Bugün 21 April 2024 9. sınıflar için olan buraxılışa düşmüş ingilis dili qrammatika suallarından izahına baxırıq. 7-ci sualdan başlayaq. Zəm müqayisə dərəcəsidir bilirik. Ona görə də eynicinədən erlə düzəlməli olduğuna görə cavab C variantıdır. Most angry adında bir şey yoxdur. 2 dərəcə ola bilməz bir cümlədə, eynicinədə yoxdur. 8-ci sualda England sadə bir sualdır. Ölkələr ilə istifadə olunurdu. Preposition bölməsi aiddir. Cavab C variantı. 9-cu sualda düzgün modal fiil istəyir bizdən. Haven't to adına bir modal fiil yoxdur. Don't have'ın to'su yoxdur. Are able'ın to'su yoxdur. Və has to da olmur. Cavab C variantı. 10-cu sualda a lot of yada saxlamalıyıq ki, sayılan cəm sayılmayan təklərlə istifadə olunur. A lot of rice sayılmır, a lot of-la verilibdir, doğrudur. İkində much women olmurdu. Sayılırsa much-la verilməz o. A few customer olmaz, çünki customer burada daha doğrusu təkdədir, amma a few verilibdir, a few cəmlərlə istifadə olunurdu. 4-cü də tamamilə doğrudur. 1 ilə 4 cavab Y variantı. 11-ci sualda look over. Over bizə tanış ki, over there ifadəsi. Ona görə də bir D qoyacağıq. Y variantı ilə C variantını çıxıram. İkinci səhvdə də adlıq hal olmalıdır. Adlıq halda da bir dənə B variantıdır. D yəni. 12-ci sualda choose the line of compound-la, yəni mürəkkəb isimləri istəyir. Sports, idman, men, adamlar, snow, qar, bol top, foot, ayaq, bol top. Cavabımız burada A variantıdır. Sonra 13-cü sualda regular verbs, yəni id ilə düzəlirdi. Qaydalı feillərə aiddir. Bu da worked, bir də moved şəklində olurdu. 14-cü sualda opposite meanings. Opposite əks mənalı sözlər deməkdir. A lot of çoxlu, many çoxlu olmur. Last finish, final. Rude, kobud, impolite, nəzakətsizdir. Clever, ağıllı, intelligent, ağıllıdır. Cavabımız ona görə də D variantı olur. 15-ci sualda bizdən düzgün məchul növü istəyir. People-la başlayıbsa cümlə, people-la başlayan olmamalıdır. D variantını atıram. Zamanına baxıram ki, can verilibdir, yəni indiki zamandır. Ona görə də indiki zaman istifadə etməliyəm. Could olmaz. Daha sonra nəyə fikir verməliyim? Əgər biz can verilibsə, B'si olmalıdır onun. Ona görə də burada B'si yoxdur, atıram. Burada da B'si yoxdur, atıram. Mənə qalır Y variantı. 16-cı sualda deməli, conjunction bölməsi aiddir. Baxaq. Neither nor diye bir şey var. Neither or diye bir şey yoktu. A variantı yanlıştı. Either or olurdu, yanlıştı. Both and olurdu, yanlıştı. Both and olurdu, yine de yanlıştı. Neither nor olurdu. Bu da doğrudur. Cevap Y variantı. 17-ci sualda few bottles of pure water. Çox şagird burada götürür water sözünü görür və təklər istifadə edir. 1 ilə 3 deyir ki, cavab D variantıdır, amma səhvdir. Əgər cümlə of-la ayrılıbdırsa, of-dan əvvəlkinə baxmalıyıq. Bottles burada cəmdə olduğuna görə cəmləri verməliyik. Ona görə də 2 ilə 4 cavabı olur A variantı. 18-ci sualda this is new book. Book is mine. The book is mine olacaq. İkinci səhvdə D artiklı olmalıdır və birinci səhv new book təkdə olduğuna görə E artiklı olmalıdır. Cavabımız B variantı. This is a new book. The book is mine. 19-cu sualda choose the nouns in the plural. Cəm isimləri istəyir bizdən. Silk ilə şkaf təkdədir. Legs və feet cəmdədir. 1 ilə 4 B variantı. 20-ci sualda choose the correct interrogative sentence. Bu qaydaya əsasən də why you choose this present olmurdu. Bu yanlışdır. İkinci sualda da was the present for olmalı değildi. Üçüncü sualda who, daha doğrusu üçüncü cümlədə who choose this present for you. When did she buy? Aha, tamamilə doğrudur. Köməkçi feil qabağa keçməlidir. Ona görə də 3-ü və 4-ü götürürəm. 3 ilə 4 hardadır? D variantında. 21-ci sualda make-up sentence qaydasıdır. Cümlə düzəltməliyik. Baxaq. Deməli, honesty and loyalty. Honesty and loyalty. Aha, honesty and loyalty olacaq. Sonra və are positive qualities bu şəkildə.
22-ci sualda son sualımızda choose the correct tense form zamanlara ait bir sualdır. As soon as indiki zaman göstəricisi olduğuna görə indiki zaman götürməliyik. Y variantını çıxdım, gələcəkdir. Və burada she verilibdir. Əgər üçüncü şəxsin təkindədirsə, fe'ilimizin sonuna biz s artırmalıyıq. Ona görə də cavabımız olur C variantı.